Salam, hər vaxtınız xeyir olsun. Bugün çox dadlı, ləzzətli, bol vitaminli salat hazırlayıram. Salat üçün öncəliklə bir ədəd yer kökünü nazildirəm. Uzun sol, nazik şəkildə doğrayıram. Yer kökünü doğrayıb kənara qoyuram. Bir ədəd də qırmızı soğanı yarım halqa şəklində doğrayıram. Soğanı da doğrayıb kənara qoyuram. Bir ədəd də çoğunduru nazik dilimlərə ayırıram. Nazik şəkildə doğrayıram. Az yağda soğanı biraz yumuşaldıram, qovurmuram. Sadəcə yumuşalana qədər soğanı qovurub tavadan alıram. Eləcə də yer kökünü sadəcə yumşalana qədər qovururam, qızartmıram. Qızardanda yer kökünün dadı başqa olur. Burada isə sadəcə yer kökünü biraz yumşaldıraq. Eyni ilə də çoğunduru biraz yumşalana qədər qovururam. Çoğundur da hazır olduqdan sonra tavadan alıram. Digər tərəfdə 400 qram qırmızı kələmi də olduqca nazik doğrayıram. Kələmi də doğradıqdan sonra qaba əlavə edirəm. Bir ədəd də təzə xiyarı nazildib doğrayıram. Xiyarı da doğrayıb kələmin üzərinə əlavə etdikdən sonra bir ədəd qırmızı şirin biberi də 4 yerə kəsib nazik doğrayıram. Biberi də kələmin üzərinə əlavə edib bir dəstə cəfərini doğrayıram. Cəfərinin yerinə istəsəniz keşnişdə istifadə edə bilərsiniz. Salat üçün sos hazırlayıram. Bitki yağının üzərinə duz, soyva sosu, xardal toxumu əlavə edib qarışdırıram. Soyva sosunun yerinə alma sirkəsi və ya üzüm sirkəsi də əlavə edə bilərsiniz. Sos da artıq hazırdır. Göyərtini də salatın üzərinə əlavə edirəm. Qovurduğum ərzaqları da əlavə etdikdən sonra sosu əlavə edib salatı bir gözəl qarışdırıram. Salatı 1 saat gözlətdikdən sonra servis edə bilərsiniz. Bol vitaminli, çox ləzzətli bir salat alınır. Resepti bəyəndinizsə mütləq fikirlərinizi gözləyirəm. Videonu izləyib rəy yazan hər kəsə öncədən təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.